Gözün aydın ikinci geldi. Yəqin ki bu video çarxı siz her biriniz gördünüz. Yayımlanıbdır. Erdoğan bizim prezidenti təbrik edir. Yəni deyir, gəl səni bir qucaqlayım. İkinci dünyaya gəldi. Belə deyir də, bəli, ikinci də dünyaya gəldi, maşallah. Babalar nəvələrindən danışır. Kim olursan o, babasan. O sevgini nəvələrinə göstərməlisən. O sevgini, xoşbəxtliyi yaşamalısan. Məhz Erdoğan da, bizim möhtərəm prezident də o xoşbəxtliyi yaşayırlar. Çünki nəvələr də maşallah, maşallah çoxaldıqca onlar da bu sevincini bölüşürlər. Macarıstan paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası çərçivəsində Türkiyə prezidenti Recep Tayyip Erdoğan ilə Azərbaycan prezidenti İlham Əliyev arasında səmimi anlar yaşanıb. Deyirəm də, bax siz onu gördünüz. Görüş zamanı prezident Erdoğan İlham Əliyevi görəndə gülümsəyərək gəl səni qucaqlayım. Fotonu göstereyim size. Burada böyle maraqlı, böyle gülümsəyir ikisi də, belə çox xoşbəxt baba, iki dövlət başçısı və gəl səni qucaqlayım, gözün aydın ikinci gəldi, maşallah, maşallah sözləri ilə onu nəvəsinin dünyaya gəlməsi münasibətilə təbrik edib. Bütün babalara bu xoşbəxtlik nəsib olsun.